Salam aleykum xanımlar, yenə Cəhray paltarımla təmizlik vlogu gəldi. Əslində bilərək geymirəm, sadəcə təsadüfən üst-üstə düşüb. Burada Məstanın şirinliklərinə aldanmayıb təmizliyimizə davam edirik. Bu arada Bakıya getdiyim üçün gəldikdən sonra Məstan gördüm ki, yoxdur. Artıq neçə gündür yoxdur. Artıq narahat olmaya başlayıram. İnşallah bu günləri gələr. Burada Məstanla naz edib işlərdən sonra onunla maraqlanacağımı deyirəm və işlərə davam edirəm. Bu arada buradakı qarışqanın yuvasında yağış yuyub apardı. Bu videonun səsləndirməsini artıq bilmirəm. Neçənci dəfə deyirəm, videonu çəkmək, kəsmək və s. asan da olsa da mənim üçün səsləndirmək çox çətindir, həddindən artıq. Bu arada bu videoda tamam başqa mövzu danışmışdım. Sonra Bakıya getməli oldum. Bakıya getdiyim üçün həmin mövzunu sildim. Yerinə indi Bakıya getdiyim hadisələri danışacağım. Əslində Bakıya nənəm üçün getdim. Nənəm əməliyyat olmuşdu, onun üçün. Bu arada şükür Allaha indi yaxşıdır. İnşallah daha da yaxşı olacaq. Əslində bir günlük getmişdim, amma sonradan səhər qalmaq üçün adam lazım oldu. Mənə dedilər ki, qala bilərsən. Mən də dedim ki, əlbəttə ki, qala bilərəm. Səhərləri mən gedirdim, axşamları da xalam qalırdı. Əslində Instagramdan takip etsəniz, orada Bakıda olduğum haqda storylər də paylaşmışdım. Bu arada axşamlar evə gələndə dayımgilə gedirdim. Dayım oğlum, qızı həmişə qabağıma qaçırdı. Gözəl bir hissdir doğrudan da. Orijinal da olmasa, xala bibi olmaq çox gözəl bir hissdir. Bu arada ilk öncə botdan istifadə edirdim. Çünki ilk istifadədə indirimlər verirdi, qiymət uyğun düşürdü. Amma sonradan da indirimlər bitdi və qiymətlər qalxdı. Yəni ən qısa məsafədə 3.90 zat tuturdum. Əlbəttə ki, mən 4 manat verirdim. Ondan sonra ora gedən avtobusun nömrəsini anam öyrənib mənə dedi. Həmin avtobusla gediş-gəliş edirdim. 2 avtobus dəyişdirdim. Bu arada Bakıda qalanların, yəni stres, əsəb səbəbi məncə bu yollardır. Yollar uzundur, həddindən artıq. Uzun da olmasa, yəni tıxaclar sayəsində onsuz da uzunlaşır. Şəhərdə qalanların əsəb, stres, psixoloji problemləri də məncə səbəblərindən biri bu yollar, tıxaclardır. Əslində şəhər pis deyil. İş imkanı cəhətdən, iş tapma rahatlığı cəhətdən iş tapmaq istəsin, iş imkanı çoxdur. Amma təbiətdə yaşamaq cəhətinin nəzərindən kənd yaxşıdır. Kəndin neqativ tərəfləri yoxdur. Əlbəttə ki, var. Amma indi onu bu videoda açıqlamayacağam. Videonun konseptindən kənara çıxır deyənə. Nəysə, bir 5 gün belənçinə get, gəl oldu. Nənəmi xalamgilə qoyduq. Orada bir gün qaldıqdan sonra. Bu arada bu çay dəsmallarını qoymaq üçün idi. Amma mən buna bijuteriyalarımı qoymaq üçün istifadə edirəm. Xalam oğlu Sədərəyə getdik. Oradan əslində dayımla çıxacaqdım. Amma sonradan dayım getməli olmadı. Qardaşım məni binəyə apardı. Oradan bir balaca maşınla getdik. Masallıya çatandan sonra salon işlərimi həll etdim. Ondan sonra mağazanı deyib oradan isə avtobusa mindim. Avtobusa mindikdən sonra çox şirin bir xala var idi. Mənə əlimdəki yükləri görüb məndən aldı. Dedi, başqasının əlində yük görəndə narahat oldum, zat, elə belə. Əlimdən aldı və sona kimi daşıdı. Doğrudan da bu həyatda gözəl insanların olduğunu görmək, yəni yardımsevər insanların olduğunu görmək çox gözəldir. Oradan da gəldim evə. Əslində bu videoları çəkmək mənim üçün problem deyil. Çəkərkən də, istər editləyərkən də çox əylənirəm. Əslində səsləndirərkən də əylənirəm, amma çox yubadmasa məni. Ən çox ilişdiyim yer isə səsləndirmə olur. Çox vaxtı elə videolar ona görə gecişir. Yəni bilmirəm niyə, amma səsləndirmək həddindən artıq çox yubadır məni. Gündəlik işlərdən əlavə olaraq videoların gecikmə səbəbi budur. Videolarını səsləndirməyinin dərdi götürür məni, ona görə qalır. Bu arada hələ ki yeni telefon ala bilməsəm də, qardaşım köhnə telefonu remont elətdirib göndərdi. Yəni yaddaş problemimiz nisbətən qalmadı. Mən indi bu dəqiqə 32 GB videoları çəkirəm.
editləyib paylaşıram. Yəni bir videonu editləyib paylaşmasam digərini çəkə bilmirəm, çünki telefon qurudur və s. Ona görə ümid edirəm ki, bundan sonra telefonumuzun yaddaşı artdığına görə videolar çoxalacaq. Əslində shorts videolarında əlimdən gəldikcə aktivliyi qorumağa çalışıram, amma uzun videolarda bunu edə bilmirəm, çünki çəkilməsi və editlənməsi, əsasən səsləndirməsi çox vaxt aldığına görə alınmır. Gündəlik həyatda da bəzi planlamadığımız işlər çıxdığına görə hər insan kimi ona görə qalır. Bu arada xəmərləri ilıq sudan bir cıqqa isti suya qoyub isladırıq, biraz saxlayıb limonə atırıq. Bu arada tövsiyəm odur ki, paraşoku birinci suda əridin, ondan sonra xəmərləri atın. Mənim el etdiyimə baxmayın. Elə paraşok ləkəsi və s. qalmayır. El etdiyimə görə bir xəmərımda da qalmışdı. Bu arada ikinci restə paltarımı atıb ondan sonra da işimi müdafiə gedəcəm. Anam deyir ki, tək başına biz bütöv ailənin paltarından çox paltar çıxardırsan. Amma mən birikdirib yuyuram. Yəni 2-3 paltara görə paltar yuyan maşını işlətmək mənə mənasız gəldiyinə görə belə edirəm. Paltarlarımızı da yığdıq, geçen ev işlərimizi zadımıza elədik. Şimdi geçen hazırlaşmışıq. Gedirik salona, biraz da gözəlləşək. Axşama şeydə qonaqlıq da var, orada gəlməliyəm. Və burada artıq masalıya çatmışıq, salona gedirik. Salondan çıxdıq, evə tərəf yollanırıq. Bu gözəl mənzərəni də sizinlə bölüşmək istədim. Amma bulurluq telefonu kamerasındandır. Burada isə anam şort çörək aldı, onu yeyirəm. Əslində dadı şirindir, amma biz tərəfdə şort çörək deyirlər deyənə mən də elə öyrəşmişəm, şort çörək deyirəm. Hətta bir dəfə Bakıda olarkən şort çörək istəmişdim. Doğrudan da şor vermişdilər, sonra onu şirinlə dəyişdirmişdim. Yaxşı ki, tez fərqinə vardı. Burada bir şey çağırıram, amma heç mənim tərəfə baxmır belə. Anamla bazara getmişdi, artıq çıxırıq buradan. Bu avtobuzdakı səmimiyyət heç Bakıdakı avtobusların heç birində yoxdur. Burada isə sürprizlə qarşılaşacağımdan xəbərsiz əmmim gəlini çağırıb, oraya gedirəm. Ay, əmi arvadı görək ala bizə nə alıb burada. Nə qaşını bağlamısan sən də əmini? Qıçım, bacım, ona nə alıb mənə üçün? Səliqənlə də, bu da səbirlə də şeydir. Məndə bu vəhşi kimidir. Sən bu əziyyət nə edirəm sana? Yo, at. Gözlə. Bağımız. Mala qayanır. Bu günlər gəldi. Sahə ciddi götürməyə. Çok bakılma videoda. Səliqən atsın, hörmət əlamatı olaraq. Demiştim qapları sanda qaldı. Resamlar bir hansı qalsın. Bakalım. Gözlə. Bu indi mən taxanda belə xəməri ona uyğun alıb taxacağım. Ay, süper. Barəşdi. Süper. Özdə o biri qara biraz tündü, görünməli. Oxşamadı. Çarşava atırlar, başlarının üstündən açıq qoyurlar. Belə oynayırlar. Sağdan istifadə Ay, çox sağ olurum. Hələlik bu başımıza elə bir qoysa daha qəşəng görsənəcək. Tak bakalım. Ne dedik? Limonu. Bağlamağı da taxmışıq onu. Qəşəng masaldan gəldik salondan. Getdim əmgilə, əm arvad dedi ki, bizə gəl, darıxmışam zat. Sən demə sürprizi var imiş. Qəşəng sürprizimizi qəbul elədik, yeməyimizi yedik. Ondan sonra qəşəng namazımızı qıldıq. İndi gedirik digər əmi oğlu gələ. Əmim arvada. Ad günüdür, qəşəng qonaqlıq var. Yeyib içəcək inşallah.
Bu da əmim gəlininin əl işi. Maşallah hər bir gəlinimizin əllərində 10 parmağında 10 marifət var. Burada da yalandan sizin üçün yandırıram. Sonradan tezdən yandıracağım. Burada əmim gəlini tortun səliqəsiz yerin götürmüşəm deyə danlayır məni. Çünki video çəkirəm və artıq hər qızğın söhbətin ardından söhbətin dönüb dolaşıb mənim evlənməmə məsələmə gəldiyi o çay süfrəsindəyik. Və qonaqlıq da bitdi. Gəldim evə. Evə gələndən sonra qonşudan haçar götürmüşəm. Sabahlara qonşudakı nənəgildə biraz nənəmə vaxt keçirəcəm tək olduğu üçün. Yağışın əlaməti olaraq bütün ximarlarım yaş olub. Ximarda şifon olduğuna görə elə bir şeydir ki, yağış dəyişimi ləkə salır. İndi onları təzədən yuyub sərəcəm. Ondan sonra da gün bitdi. Sağ olun, izlədiyiniz üçün təşəkkürlər. Bəyəndiyseniz bəyənməyi, abunə olmağı və like bildirməyi unutmayın. Sağ olun.